İllərin birində Molla Nəsrəddinin bostanı hamıdan qabaq və çox yaxşı məhsul verir. Molla fikirləşir ki, bir eşkək yükü xiyar götürüb Teymur ləngi aparsın. Bəlkə işdi, rəhmi gəldi, bir yaxşı hədiyyə verdi. Səhər tezdən durub xiyarı dərir, eşkəyə yükləyib şəhərə tərəf yola düşür. Bu tərəfdən də Teymur ləng tək başına, atla haraya isə gedirmiş. Yolda bunlar rastlaşırlar. Teymur Molladan soruşur. "Ay kişi, bu nədir belə? Haraya aparırsan?" Molla deyir, "Təzə xiyardır, Teymur ləngə nübar aparıram." Teymur Molla Nəsrəddini hələ tanımırmış. Görür ki, bu kişi də onun Teymur olduğunu bilmir. Deyir, "Ay kişi, sən Teymurla dost deyilsən, tanış deyilsən, tay deyilsiz, tuş deyilsiz, sənə nə düşüb ki, onun belə qeydinə qalırsan?" Molla gülüb deyir, "Mən elə bilirdim ki, dünyada bircə ağılsız mənəm, amma indi görürəm ki, sən məndən də ağılsızmışsən." Söz Teymura toxunur, ancaq özünü tanıtmağa üzə vurmayıb soruşur. "Yaxşı, sən mənim ağılsız olduğumu nədən bildin?" Molla deyir, "Ondan bildim ki, bu yaşa çatmısan, hələ də məni tanımırsan. Bilmirsən ki, mən Molla Nəsrəddinəm. Molla Nəsrəddin də ki, Teymur ləng kimilərin qeydinə qalmaz." Teymur, "Yaxşı, indi ki sən Molla Nəsrəddinsən, bəs bu nübarı niyə aparırsan?" Molla deyir, "Aparıram ki, bir təhər boş damarını tutub, biraz hədiyyədən zaddan alam, külfətimi dolandıram." Teymur soruşur ki, "Teymurun sənə hədiyyə verəcəyini nədən bilirsən?" Molla cavab verir ki, "Eşitdiyimə görə o çox da dərin ağıllı adam deyil. Balaca ki qoltuğunun altına verdin, sonra lap noxtalayıb minsən də başa düşməz. Sonra da ki, verməz deyəndə də dədəsinin malıdır ki, cəmaatın malıdır da." Teymur yaman qəzəblənir, amma hələ bir söz demir. Soruşur ki, "Yaxşı, indi bu bir yük xiyar üçün sən Teymurdan nə hədiyyə gözləyirsən?" Molla deyir, "Bəxtim yar olsa, bir 50-dən 100-dən qulağını kəsmək fikrindəyəm." Teymur deyir, "Yox aşna, iştahın çox böyükdür. İnanmıram bu qədər verə." Molla deyir, "Canı cəhənnəm verməsin, bir 30-dan 40-dan alaram ki." Teymur, "Yox, o da çox oldu." Molla, "Yaxşı olsun 20-25, donuzdan bir tük də çəksən qənimətdir." Teymur hirslənib deyir, "Əgər heç nə verməsə?" Molla deyir, "Eşşəyim quyruğunu kəsib qoyaram ölüb ölüsünün qoruna." Teymur atını sürüb gedir. Birazdan sonra Molla saraya gəlib çıxır. Teymur üzünə bir niqab salıb Mollanı yanına çağırtdırır. Soruşur ki, "Yaxşı, indi bu nübar üçün məndən nə istəyirsən?" Molla deyir, "Nə istəyəcəyəm qiblə-i aləm, sağ olsun. Elə bir 50-dən 100-dən versəniz külfətimi dolandıram." Teymur deyir, "Yox, bu çox böyük oldu." Molla 30-a 40-a, sonra 20-25-ə düşür. Teymurun səsindən Molla tanıyır ki, bu yolda rast gəlib söhbət elədiyi adamdır. Ancaq görür ki, iş işdən keçib, odur ki, heç özünü itirmir. Teymur niqabını qaldırır. "Əgər heç nə verməsəm?" Molla deyir, "Mən yolda dedim ki, Molla Nəsrəddinəm qiblə-i aləm. Dediyimdən dönmərəm. Əgər 20-25-i də verməsən, qara eşkək dayanıb qapıda, quyruğu da yanında."